Biz bugün Balaxanı Bərk Məişət tullantıları çeşidlənməsi zavodundayıq və evdə atılan tullantıların çeşidlənməsi prosesi məhz burada baş verir. Heç ağlınıza gələrmi? Bura ən pullu yerdir. Siz de oradan da düz dediniz. Neye göre? Ona göre ki tullantılar çeşitlenen zaman onların içerisinden metal tullantılar da çıkır ve o metal tullantılar magnet separator vasıtasıyla tutulup bura getirilip dökülür. O tullantıların içerisinden de demir pullar tapılarak Onlar hara gedir sonra? Bu şekilde kaçların içerisine yığılır. Əslində bizim lazımsız hesab etdiyimiz tullantılar milyonlarla manat pul deməkdir. Bunlar necə baş verir? Tullantılar Aha. öten gün kutulara atılıb, gecə ilə gətirilib bura boşaldılıb. Çeşidlənmə prosesi üçün tullantılar kabinalara istiqamətlendirilir ki, orada çeşidlənib təkrar emala göndərilir. Orxan bəy, bəs burada proses necə gedir? Tullantılar kabinalara ötürüldükdən sonra, belə ki, hər bir əməkdaşın burada bir seçdiyi tullantı var. Tullantını seçir və bu hissədən aşağıya buraxaraq, aşağıda fərqli hücrələrə toplanan tullantılar sonraki mərhələdə preslənmə üçün avadanlığa istiqamətlendirilir. Çeşidlənmənin son mərhələsi budur. Karton tullantılar breketlənib və təkrar emala göndərilir. Planetimizi qorumaq üçün atılan addımlar önəmlidir. Planetimizi sevək və qoruyaq.